Dim test toplusundan fiqurların sahəsindən yeni əlavə olunmuş 34-cü sualın izahına baxaq. Bunun üçün mən belə bir üsul seçdim. 2 dənə proqram qaydası sizə verirəm. Bir proqramın daxili oblastından bir nöqtə götürüb təpələrlə birləşdirəndə 4 dənə üçbucaq alınır. Bu üçbucaqların qabaq-qabağa duran üçbucağın sahələri cəmi bərabər olur. İkinci qayda isə Y nöqtəsi BC üzərində olanda onda qıraqdakı üçbucağın sahələri cəmi ortadakı üçbucağın sahəsini verir və ortadakı üçbucağın sahəsi bütün proqram sahəsinin yarısı olur. Yəni bu qaydalardan istifadə etmək olar. İndi gəlin F ilə B-ni birləşdirək. Yəni altıbucağının kiçik diaqonalını birləşdiririk və Y ilə də C-ni birləşdirək. Demək altıbucağın yenə kiçik diaqonalını çəkilir. Onda bura A kök altında 3-üdür. Altıbucaqlı da kiçik diaqonal anlayışı burada A eləyir. Deməli bu iki üçbucağın sahələrini bizə verib 18 ilə 24. Toplayanda nə qədər edəcək? Fikir verirsək 42 edir. Eləmi? Onda bu bütün dördbucaqlı olaraq F, B, C, Y-nin sahəsi olacaq 84. Çünki bunların da sahələri bu qaydaya görə nə idi? Bərabər idi. Onda A vurulsun A kök altında 3. Bizdə nə olacaq? 84 olacaq. Bu qalsın burada. Biz bilirik ki, altıbucağının sahə düsturu 3 kök altında 3 bölünsün 2 vurulsun nədir? A kvadratdır. Baxın elə mən burada siz üçün A kök altında 3 vurulsun A kvadratını 84 almışam. Deməli olur 3 bölünsün 2 vurulsun 84. Buradan da cavabı tapırsınız. Bir başqa üsul olaraq belə də yazmaq olardı. Bu altıbucağının kiçik diaqonalı biz dedik axı. Buradakı BC-lərə nə olur? Perpendikulyar olur. Çünki buralar 30 dərəcədir. Bax fikir verin. Bu üç bucaqlarda 2 dənə üçbucaq var da BPC. Bunun hündürlüyünə 1x desək. Buradakı da hündürlüyə 1y desək. Fikir verin. Bunu çəkək. Və burada A-dır. Burada A-dır. Onda o üçbucaqların sahəsi A vur x bölünsün 2-dir. Diğərinin də sahəsi A vurulsun y bölünsün 2-dir. Və buradan A bölünsün 2-ni 3 ölə çıxardanda bizdə x plus y qalır. Və x plus y nə idi? Kiçik diaqonalıdır. Çünki bura fikir verin, paralelliyi var. Onda A bölünsün 2 vurulsun A kök altında 3 olur. Və bunu da biz nə qədər alır? 42 alır. Bax elə buradan da A kvadratı vurulsun kök altı 3 nəyə bərabər olur? 84-ə. Yenidən gəlib buradan tapa bilirik. Növbəti izahda görüşərik. Hər birinizə uğurlar.